Bu videoda o sizlərə utanqaclıq haqqında hər bir şeyi izah edir. Bu ən vacib o bir nüansdır. Bunlara əməl edək, o risk edək, utanqaclığımızı bizdə o dəf edək. Salam əzizləyicilər, bu videoda sizlərlə utanqaclıq haqqında söhbət etmək istəyirəm ki, bu mövzu çox bir mühümdür o mövzudur. O bir çox insanın sosial mühitdə, o sosial əlaqələrdə özünü ifadə edə o bilməməsinə utanqaclıq o mane olur. Daha doğrusu o bilməsinə mane olur. Biraz o qarışdırdım. Demək bu o bir qeyd edim ki, o bu videonu hazırlamağımda o mənim izləyicim o bir vəsilə olmuşdur. O məni demək ki, bu fikrə o o bir yönəltmişdir və izləyicim o rəylərdə, o yazdığı fikirlərin əsasən mən bu videonu sizlər üçün hazırladım. Video başlamazdan əvvəl sizdən xahişim ondan ibarətdir ki, əgər videolarımı izləyirsinizsə və bəyənirsinizsə, kanalıma abunə olmağı, videolarımı bəyənməyi və vacib olan rəylərdə öz fikirlərinizi ifadə etməyi sizdən xahiş edirəm. Sizin fikirləriniz videolarımda mənim üçün çox önəmlidir. O çünki sizin fikirlərinizi, o sizin nələr istədiyinizi, o mənim o nəyi səhv etdiyimi o bilmək, o mənə o çox böyük bir o faydadır ki, o sizi o daha çox, o daha o düzgün bir şəkildə o fikirlərimi ifadə etmək, demək ki, bu yönünü verəcəkdir. Əziz, utanqaclıq insanın ta uşaqlıqdan bütün həyatı boyu özünü ifadə etməkdə, o cəmiyyətdə öz yerini o tutmaqda, fikirlərini o sərbəst ifadə edib öz sözünü o deməkdə insana o çətinlik yaradan o bir xüsusiyyətidir və bu utanqaclıq o necə yaranır? Bu utanqaclığın əlamətləri nədir? Psixoloji və bioloji və utanqaclığı o dəf etmək üçün bizlər nələr etməliyik? Bu videoda sizlərlə birlikdə bunları öyrənəcəyik. Birinci o bildirim ki, utanqaclıq insanın özünü yetərsiz hesab etməsindən yaranır. Yəni sizlər özünüzü o yetərsiz hiss edirsiniz. Fikirlərinizi ifadə etsəz, demək utanılası o vəziyyətdə o düşəcəyinizi hiss edəndə, fikirləriniz o digər insanların fikirlərindən, o qərarlarından zəif o təsirə o malik hiss etdikdə, o bir sözlə özünüzü ətrafınızdakı insanlar olduğunuz o mühitdə, o deyək ki, o sinifdəsiz, o deyək ki, o bir tədbirdəsiz, o deyək ki, o bir yəni ki, konfransdasız, universitetdə, onun fərqi harada olmağınız olmayaraq, bu bir ki, qonaqlıqda da ola bilərsiniz. Yəni ki, olduğunuz o yəni ki, mühitdə özünüzü o digər insanlardan zəif o görməyiniz, o digər insanların fikirlərindən o demək öz fikirləriniz o zəif o görməyiniz, o bu utanqaclıq əsas o təməlidir. Aydınlıq o verməzdən əvvəl o sizə bu utanqaclığın o təməl, o dramatik anlarından, o bizə ən çox o təsir edən o nüanslarından o söhbət edib onları o bildirmək istəyirəm ki, yəni ki, o bir insanda utanqaclıq hansı o dövrdə, hansı o demək ki, real hadisə nüanslarından o sonra formalaşa o bilir. Bunu sizinlə o bölüşmək istəyirəm. O birincisi valideynlərin səhvləridir. Bəli, bu videoda da o valideynlərə onların etdiyi, özlərinin də o təsəvvür etmədən, özlərinin də o fikir o vermədən etdikləri o yanlışlardan o söhbət etdib onu vurğulamaq istəyirəm. Çünki o bir valideyn yəni ki, o bir insanın həyatında o çox böyük həlledici istiqamətə malikdir. İnsan o doğulduqda ağvərək olur. Onda heç bir xüsusiyyət, heç bir o davranış, heç bir o bilgi, şüuraltısında heç bir o məlumat olmur. O valideynlər o məlumatları ilkin olaraq yükləyir və bu ilkin yükləmə o bəzən insanın o bütün həyatı o boyunca zəif olmasına, utanmasına, o travma yaşamasına, o travmadan, o depressiyadan, o stressdən, o qurtula o bilməməsinə, insanın özü belə o fərq etməsə belə, onun o şüuraltısında o travma, o stress, o depressiv vəziyyətlərin o qalmasına şərait yaradır. Ona görə də utanqaclığın da o valideynlərin hansı səhvlərinin olmalarını sizə vurğulamaq istəyirəm. Bir çox valideyn övladına o müxtəlif bir nüanslarda o sus, o danışma,
sən nə biləcəksən? Sən uşaqsan, sakit otur. Sənə söz verən olmadı. Sən bizdən ağıllısan. Bu o nümunələri çox vermək olar. O doludur bu nümunələr. Yəni valideynlərin uşaqlara o kritik nüanslarda o o verdiyi reaksiyalar və verdiyi reaksiyaların uşaqlarını susturmalarıdır ki, bu vəziyyətdə uşaqlarınız o susturduqda, uşaqlarınızı o sus, o danışma, sən bilən bir şey o deyil, sən uşaqsan, o get uşaqlığınla məşğul ol, sən bizdən ağıllısan, o bütün bu nüansları övladınıza o kritik anlarda o verdikdə övladınızın artıq şüuraltısında o sən bacarmırsan, o sən zəifsən, o sən o danışma, o sən o sus, o kodlarını yazır. O deyək ki, o bir nüansdır, övladı o nüansa fikir bildirmək istəyir. O burada yəni ki, o burada ən kritik o vəziyyət o burdadır. Övladınız o deyək ki, bir 6, 7, o 8 o yaşı var və ailədə o və ya hardasa o bir kritik o vəziyyət o yarandı və övladınız da o bir fərd olaraq o kritik o vəziyyətə özünün yanaşmasını o bildirmək istədikdə siz o qadir övladınıza ki, qarşılıq verirsiniz ki, o sus, o danışma, o qarışma, sən uşaqsan, bizə sən ağıl o verməyəcəksən. Bu tip o qarşılıqlar o verəndə artıq onun şuurunda, onun o dərin o düşüncə o qatlarında o belə bir sistem o yaranır ki, o kritik o vəziyyətlərdə sən susmalısan. Belə olduqda həmin övladınızda utanqaclıq o sindromu yaranır. Və gələcəkdə hansısa bir o tədbirdə, hansısa bir sinifdə, o məktəbdə, universitetdə, o tədbirdə, o bir qonaqlıqda, hansısa bir o kritik o vəziyyət haqqında o fikir o bildirmək istədikdə onun o şuuru onu o belə bir o təsir o verir ki, o sus, o danışma, utanacaqsan, o biabır olacaqsan, bu tip hallar. Utanqaclığın o təməli ikinci, o bizim o demək o məktəb illərindəndir ki, o burada o sözüm o demək o müəllimlərədir. Yəni ki, o valideynlər və müəllimlər həyatımızda o çox mühüm bir o rola malikdir. Ona görə də həm valideynlər, həm də o müəllimlər özlərinin o mənəvi o borclarını yəni ki, o bilərək onları əməl edərək həyatda fəaliyyətlərini sürməlidirlər. Bizlər məktəbdə hələ ibtidai siniflərdə olur ki, o bəzi uşaqlar o lağa o qoyulur, o bəzi uşaqlar ələ salınır, o bəzi uşaqlar o müəyyən bir yəni ki, qruplardan o kənarlaşdırılır, sayılmır, hörmət edilmir. Bu vəziyyətlər həmin uşaqlar o gələcəkdə utanqaclıq sindromunun o köləsi olması o gətirib o çıxarır. Ona görə də sözüm burada o bütün o müəllimlərə deyir ki, sinifdə o sizlər ancaq o dərs öyrətmək, o bilik o vermək, o məcburiyyətində o deyilsiniz. O sizin vəzifəniz əlbəttə o birinci vəzifəniz uşaqlara o bir dərs, o bir anki bilik öyrətmək olsa da, o sizin o vacib o vəzifə uşaqların o gələcəkdə, o cəmiyyətdə öz sözlərini ifadə edə o bilməkləri üçün onları sizlər formalaşdırmalısınız. Əgər o görürsünüz o sinifdə hansısa o bir uşaq o lağa o qoyulur, hansısa o bir uşaq sinifdən o qruplardan o kənarlaşdırılır, onun o söz, o fikir önəmə o verilmir, önəmə alınmır. O sizlər həmin uşaqlara, həmin o utanqaclıq o sindromun o yaranılacağı uşaqlara o kömək olun, onlara o yardım edin. O da ki, o bir o dərs zamanı o bir mövzu haqqında həmin uşağın fikrinə o sizdə o diqqət yetirin. O uşaqlardan o dərs haqqında o fikirlərini o soruşmayın və sırf həmin uşaqlardan, o lağa o qoyulan, utandırılan uşaqlardan fikirlərini o soruşun ki, sənin bu mövzu haqqında o fikrin o nədir və həmin uşaqlar o daha çox o dərs soruşun ki, onlar öz fikirlərini ifadə etməyə, öz fikirlərini o çatdırmağa o vərdiş etsinlər. Burada sizə utanqaclığın o sosial mesajını o verdiyimə görə utanqaclıq biraz o biologiyasına söhbət etmək istəyirəm ki, ondan ibarətdir ki, o bizim vücudumuzda amigdala adlı o bir hormon var ki, o bizlərin o stres zamanı, o bizlərin o bir o kritik o vəziyyət o zamanı o bizi o qorxu hormonu, o qorxu belə deyə də o vəziyyəti o yaradan o bir hormondur.
qorxudur. O bizlər o kritik bir o vəziyyətdə olduğuda o qorxuya o düşürük. O bu qorxu bizim özümüzü ifadə etdiyi utanacağımızdan formalaşır və bu zaman amigdala işə o düşür o və bizi susdurur ki, o sus, o danışma, utanacaqsan. O bu zaman o bizlər tərləyir, ürək o döyüntümüz o çoxalır, əllərimizin içi o tərləyir o və baxışlarımızın o dərinliyi, o diqqətliyi zəifləyir və özümüzü itiririk. Yəni həmin o nüansda özümüzü itiririk və özümüzü ifadə etmək yerinə susmağı və geri çəkilməyi seçirik. Bunu o dəf etməyin o yolu, o tək o yolu o var ki, o belə fikirləşir, hündürlükdən o bir insan əgər o qorxursa, hündürlükdən o tollanmağı, hündürlüyə o çıxmağı, əgər o bir insan risk eləmirsə, həmin o hərəkəti edən o qədər həmin o davranışdan o qorxacaq. Ancaq o o bircə o dəfə hündürlük o qalxsa, hündürlükdən o tollansa, o deyək ki, iplə, o deyək ki, paraşutla və ya başqa bir vasitələrlə hündürlükdən o bircə dəfə o tollansa, özünü xilas eləsə, artıq o hündürlük, o qorxusu həmin insanda olmayacaq. Çünki o həmin o qorxduğu vəziyyət, o deneyimlədi, o təcrübə elədi, o və gördü ki, o burada heç bir o qorxuya səbəbiyyət yoxdur. Bunun o sadəcə o qorxu illüziyasıdır. O qorxu illüziyasıdır. O bu zaman o bizlərin o beyni, o zehni o belə bir siqnal verir ki, bundan o qorxurdun yüksəklikdən. Bunu o test etdin, o təcrübə etdin, o və qorxacaq heç bir şey olmamasını şahidi oldun. Bu zaman artıq o qorxu yerinə o cəsarət, risk etmək, onu yenidən o təkrarlamaq həvəsi o bizdə formalaşır. O cümlədən də utanqaclıq o belədir. Utancaqlığınızı əgər o sizə ləğv etmək, onun siz əgər öhdəsinə o gəlmək istəyirsinizsə, utancaqlığı o toz o sehifələr arxasına atmaq istəyirsinizsə, o sizdə risk eləməlisiniz. O yəni fikirləşməyin ki, o mən fikrimi ifadə edəcəm və utanacam. O fikriniz, o diqqətiniz özünüzdə olmasın. Fikriniz, o diqqət onda olsun ki, olan o kritik, o situasiya, o vəziyyətində sizin o situasiyaya faydamız o nə olacaq? O sizin o bu həyatdakı o təcrübəniz, o bilikləriniz ifadə etməyiniz, o həmin o situasiyaya hansı xeyirləri verəcək? O sizlər əgər o belə fikirləşsəniz, o demə hadisəyə o diqqəti özünüzə utanacağınız o deyil. Yəni ki, utanmağınızı fikirləşməyiniz o diqqəti özünüzə o verdiyinizdə yaranır. Əgər sizlər o diqqəti özünüzə o deyil, situasiya yönəltsə və situasiya verəcəyiniz o xeyrə o bütün o diqqətinizi o yönəltsəniz, o belə olduqda o sizdən yəni ki, o mən yetərsizəm hissi zəifləyəcək. O belə vəziyyətdə ilklərdə, əvvəllərdə ürəyiniz o döyünəcək, əliniz iç o tərləyəcək və diqqətiniz o yayınacaq. Bu normaldır. Çünki əvvəldir o və hələ utancaqlığı o dəf etməyin o başlanğıcıdır. O sizə o bir situasiya, o fikrinizi o bildirsəniz, o yəni bütün bu o qorxu hissiniz o rəğmən bir dəfə risk edərək o fikrinizi o bildirsəniz, artıq ikinci o dəfə o sizdəki o qorxu, o yetərsizlik hissi o daha zəif olacaq. İkinci o dəfə də sizlər fikrinizi ifadə etsəniz, üçüncü o dəfə o daha zəif olacaq. O belə-belə utancaqlıq, o yetərsizlik, o qorxu hissi o zəifləyəcək və artıq o müəyyən o dövrdə o sonra o sizlər o sərbəst o fikirlərinizi ifadə etmək, sərbəst özünüzü ifadə edərək o situasiya haqqında o bir qərarlar o verməyi, utanmamaq, o çəkinməmək, yetərsizlik o duymamaq, o bu hisslərin hamısına o sahib olacaqsınız. Vacib bir o kritik o vəzn ondan ibarətdir ki, o sizə risk eləməlisiniz. Bu videoda o sizlər o utancaqlıq haqqında hər bir şeyi izah etdim. Bu video bilgilərinə o sahib olun. Əgər lazım olsa o təkrar izləyin. Bu video bilgilərini həzm eləyin və risk eləyin. Həyatınız olacaq o vəziyyətlər və o kritik o nüanslar o zamanı risk eləyin. Utansaz o belə, o çəkinsəz o belə, o problem o yoxdur. O siz olaraq o dəyərlisiniz. O kiminsə o gözündə o dəyərli olmaq, o kiminsə o gözündə o vacib bir o şəxs olmağa o vacibiyyət o yoxdur.
Sizlər öz gözünüz, öz diqqətiniz o vacib və önəmli olmalısınız. Bu ən vacib o bir nüansdır. Bunlara əməl edək, o risk edək, o və utancaqlığımızı bizdə o dəf edək. Bax, o bu videoda ovcum haqqında o bir nüansı sizlərə ifadə edim ki, o mənim o nitqimdə o biraz ağırlıq var idi. İndi də var, indi də arada olur və onu o dəf etməyə çalışıram hələ də. Bu məndə o toplum içində o danışmağa, hətta o tanıdığım insanın ətrafında öz sözümü ifadə etməyə o belə o bir utancaqlığı, o bir o maneə yaratmış, o qalmışdı bu YouTube kanalı açmaq və insanlığa öz fikirlərimi ifadə etmək. Ancaq o mən risk etdim. Birbaşa o YouTube kanalı açdım. Birbaşa o videoda o düzəltdim. Hə, o doğrudur. O bəzi o videoda o tutulmağım, o nitqimin ağırlığı o bilinir. Bu mənə artıq bir o problem, o bir o mane o deyil. Bunu mən o sadə olaraq həyatım olaraq o qəbul etmişəm. Bu mənim özəlliyimdir. Bu məni o fərqləndirən bir xüsusiyyətdir o və mən bundan fəxr edirəm. Sizlər də özünüzün olduğu o vəziyyət və xüsusiyyətlərlə o fəxr edin. O belə etməsə uğur sizin heç zaman olmayacaq. Bütün o maneələriniz, o bütün əngəlləriniz, o bütün vəziyyətləriniz ilə özünüzdən fəxr edərək həyatınızı o davam etsəz və risklər etsəniz, uğur sizin olacaq. Bunu heç zaman unutmayın. Əziz video sonuna yaxınlaşır ki, bu videoda o sizlər o nələrsə o qata bildiyiniz o nə xoş o mənə. O videonu o sizlər o bəyəndiniz, o bəyənməyi, o kanala abunə olmağı, o və fikirlərinizi, o rəylərinizi ifadə etməyi sizdən xahiş edirəm.